بسم الله الرحمن الرحیم و به نستعین و هو خیر ناصر و معین. Bu sohbetimizde isterdik ki Sünni aleminde Kur'an-ı Kerim'den sonra en müteber kitap sayılan Sahih Bukhari barasında ve onda qeyd olunan bir neçə rivayetler etrafında malumat verək. Sahih Bukhari kitabının müəllifi Abu Abdullah Muhammed ibn İsmail Bukhari'dir. O hicri qəməri tarixi ilə 194-cü ildə Buxarada dünyaya gəlmiş, 256-cı ildə Səmərqandda vəfat etmişdir. Miladi tarixi ilə desək, 810-cu ildə dünyaya gəlmiş, 870-ci ildə vəfat etmişdir. Buxari, Abdullah ibn Muhammed Cofi və Muhammed ibn Beykəndi kimi ustadlardan istifadə etmiş, 16 yaşında ikən İbn Mübarək və Vəkiq ibn Cərrah kimi mühəddislərin kitablarından istifadələr etmişdir. 16 yaşında Nişabura, Xurasana səfər etmiş, sonra isə hac ziyaretinə getmiş, lakin Buxaraya qayıtmamış, Hicaz və İraqda hədislərə dair məlumatı toplamağa məşğul olmuşdur. 17 yaşında ikən hədis eşitmək üçün Dəməşqdə Muhammed ibn Yusuf'un evinə qədəm qoymuşdur. Sahih Buxarinin müəllifi Məkkə, Mədinə, Kufə, Bəsrə, Vasit, Bağdad, Şam, Misir və başqa şəhərlərə hədis toplamaq üçün dəfələrlə səfərlər etmişdir. Ömrünün axırlarında Səmərqanda gəlmiş və orada vəfat etmişdir. Ustadı Əhməd ibn Həmbəl, Həmbəli məzhəbinin imamı Buxari haqqında demişdir: Hətta Xurasanda Buxari kimi bir şəxsiyyət meydana gəlməmişdir. Bunu da qeyd eləyək ki, Əhməd ibn Həmbəl 15 il Sahih Buxarinin müəllifindən qabaq, yəni 855-ci ildə vəfat etmişdir. Buxarinin fiqh elmi baxımından hansı məzhəbdə olması dəqiq məlum deyil. Bəziləri onu Şafii məzhəbində bilir, bəziləri isə deyirlər ki, o Həmbəli məzhəbində olub. Sahih Buxari kitabı özü 97 fəsildən və 3450 babdan ibarətdir. Fəsillərin özlərinə də kitab deyilir. Məsələn deyilir Kitab-ı Nikah, Kitab-ı Cizyə, Kitab-ı Əhkam, Kitab-ı Tib. Yəni əgər söhbətimizdə desək ki, Kitab-ı Tibdə belə yazılır, ya Kitab-ı Nikahda belə yazılır, gərək güman edilməsin ki, biz başqa bir kitabdan danışırıq. Yəni Sahih Buxari özü neçə dənə kitabdan ibarətdir. Sahih Buxaridə 7000-dən çox hədis mövcuddur ki, Sahih Buxarinin müəllifi onu 600.000 hədisin içində seçib, hansı bir hədisi ki, onun nəzərində daha mötəbər olub, sənədi mötəbər olub, o hədisləri cəm eləmişdir. Sünni məzhəbində olan alimlərin fikricə, Sahih Buxari kitabında olan hədislər hamısı bütün demək olar ki, oxuyanlar tərəfindən gərək şübhəsiz qəbul edilsin və o barədə təhqiqat aparmaq da günahdır və bidətdir. Yəni, Sahih Buxari kitabı sanki bir vəhiydir ki, ilahi tərəfdən gəlib. Bu arada təhqiqat aparmaq da demək olar ki, sünni aləmində günah sayılır. İndi isə Sahih Buxaridə olan bəzi hədislərə nəzər salaq. Bunu da qeyd edək ki, bizim müraciət etdiyimiz Sahih Buxari kitabı 2007-ci ildə Misir çapı ilə 3 cildə çap edilmişdir. Birinci mövzumuz Sahih Buxaridə Həzrəti Peyğəmbər Salavatullah'ın vəsiyyəti ilə əlaqədardır ki, Həzrəti Peyğəmbər Salavatullah ömrünün axırında öz vəsiyyətin yazdırmaq istədi və lakin Ömər buna mani oldu. Bunu bütün şiələr və sünnilər etiraf edirlər. Görək ki, Sahih Buxari barədə nə deyir? Sahih Buxari kitabında 4 kitabda bu rəvayət qeyd olunur. O cümlədən Əl-Etisam bil-Kitab və Sünnə, Kərahiyyət-ül Xilaf babında, həmçinin Əl-Cizyə kitabında, İxrac-ül Yəhudi min Cəzirət-ül Ərəb babında, Əl-Cihad və Siyər kitabında, Həl yüsətəşfəqu ilə əhli zimməti və
muomalatihim bobunda, ya'ni 3053-hadisda, hamçinin al-ilm kitobunda kitobatil ilm bobunda, ya'ni 114-hadisda bunlar demek olar ki takroran bu rivoyati getirib ve gösterir ki Hz. Peygamber salavatullah vasiyetini yazılma İskender ömrünün ahırında Ömer ona mani oldu. Biz bütün bu 4 rivayeti nakledirik. Yalnız Sahih Bukhari'de Al-İlm kitabında Kitabatil İlm babında yani 114. hadisi isterik ki okuyaq. İbn Abbas naqledir ki lamma ishtadda bin nabi vajagahu, zamani ki Hazreti Peygamber salavatullah'ın hastaliği şiddetlendi. Qala utuni bi kitabin aktub lakum kitaban la tadillu ba'da. Peygamber salavatullah buyurdu ki benim yanıma bir kağıt getiriz, ben öz vasiyetimi yazım ki eğer ona amel eyleseniz hiç vakti hak yoldan çıkmayacaksınız. Qala Ömer, İbn Abbas der ki Ömer dedi, İnnen nebiyye galabahul vaca, Peygambere hastalık güç gelip ve indena kitabullahi hasbuna, bizim yanımızda Allah'ın kitabı var, bu bize kifayettir. Yani Ömer Kur'an-ı Kerim'le kifayetlendi ve Peygamber salavatullah'ın vasiyetini yazılmasına muhalif çıktı. Fahtalafu ve kasurallaga, orada ihtilaf düştü ve geyligal yarandı. Peygamber salavatullah buyurdu ki Qumu anni ve la yenbagi indi tenazuh. Peygamber buyurdu ki duruz benim yanımdan gidin, benim yanımda bu geyligal rava değildir. Ve gelen sünni kardeşlerimiz buna cevap verir ki aya göre sen ne için Ömer dedi ki hasbuna kitab Allah, bize Allah'ın kitabı kifayettir. Meğer bunlar demir ki biz peygamberin sünnetine amel edirik. Bu demek olar ki onların öz akidesine hilaftır ve Hazreti Peygamber salavatullah hiç vakti hasta olanda yani ki hasta olmayanda hava ve havas üzerinden danışmayıp Kur'an-ı Kerim buyurur ki la yantiqanil hava in huve illa vahyun yuha. Peygamber hiç vakti hava ve havas üzerinden danışmayacaktır. O vahiyleri değil. Ama Ömer burada değil ki galabahul vacah, yani ona hastalık yüz getirip ve o saygılıyır normal şuur ve düşünce üzerinden danışmır. Ve bu demek olar ki Peygamber salavatullah'ın vasiyetine alakadar ki Sahih Bukhari'den okuduk. Ki Ömer mani oldu, koymadı ki Peygamber salavatullah'ın vasiyetnaması yazılsın. İkinci sebebimiz budur ki aya Şialar ki salavat gönderende Ali Muhammed'e de salavat gönderirler, onu da yad edirler. Buyururlar ki Allahümme salli ala Muhammedin ve ali Muhammed. Aya görəsən Sahih Bukhari'de Peygamber salavatullah'a nece salavat gönderilir. Bu barada Sahih Bukhari'de Ahadisil Enbiya kitabında 10. babda 3370. hadiste Ka'b ibn Ucra deyir, Sa'alna Resulallah faqulna ya Resulallah keyfes salatu aleykum ehlel beyt. Ka'b ibn Ucra deyir ki biz Peygamber salavatullah'dan sual elədik ki ya Resulallah siz ehli beyte nece bir salavat gönderek? Qala qulu Allahümme salli ala Muhammed ve ala ali Muhammed. Peygamber buyurdu ki deyin ki Allahümme salli ala Muhammed ve ala ali Muhammed. Ve bundan alava Kitab-ı Davatta Es-Salatu ala Nabi babında naql olunur ki buyurur Faqulna ya Resulallah qad alimna kayfa nusallimu aleyk fakayfa nusalli aleyk. Buyurur ki sual elədik Peygamberden ki ya Resulallah biz sana salam vermeyi öğrendik ve salavat nece gönderek? Peygamber salavatullah buyurdu Qulu Allahümme salli ala Muhammed ve ala ali Muhammed. Peygamber buyurdu ki birinci deyiz Allahümme salli ala Muhammed ve ala ali Muhammed. Yani hemen o şekilde ki bugünleri Şialar Peygamber'e salavat gönderirler. Bunu da yad edilek ki büyük sünni alimi 10. asırda yaşamış İbn Hacer Heysami Savaiq-ı Muhriqa kitabının 146. sayfasında naql edir ki Peygamber salavatullah buyurmuştur La tusallu alayya salatal batra. Peygamber salavatullah buyurup ki bana batra salavat göndermeyin. Faqalu mas salatul batra. Dediler ki ya Peygamber salavat-ı batra nedir? Peygamber salavatullah buyurdu ki Allahümme salli ala Muhammed ve tam sukun
Belə desinlər ki, Allahumma salli ala Muhammed, ondan sonra sükut eləsinlər, heç bir şey deməsinlər. Buna deyirlər salavat-ı batra, yəni ki, quyruq qaysı salavat, yəni ki, kamil olmayan salavat. Bal qalu, Peyğəmbər buyurur ki, bəlkə belə deyin, Allahumma salli ala Muhammed və ala ali Muhammed. Və Peyğəmbər sallallahu buyurdu ki, bu formada mənə salavat göndərir. Yəni ali Muhammedi də onunla bağlı şəkildə, mənimlə bağlı şəkildə salavatdan yad eləyin. Və bunu da İbn Həcər Heysəmi kitabı Savaq-ı Muhriqədə nəql edir ki, Peyğəmbər batra salavatı xoşlamayıb. Yəni ki, quyruğu kəsik salavat ki, bu günləri sünni qardaşlarımız eləncə salavat zikr edirlər. Və görəsən ki, Sahih Buxaridə və umumən sünni aləmində çox daha şöhrət qazanan, onun rəvayətləri çox dillər əzbəri olan Ayşə barəsində Sahih Buxaridə nə rəvayət nəql olunur. Sahih Buxaridə Farzil Xumus kitabında Ma Ca'a fi buyuti azvacin Nabi babında nəql olunur ki, Qaman Nabi xatibən, Peyğəmbər salavatullah xutbə eləyən halda ayağa qalxdı. Fəəşara nəhvə məskəni Ayşə, Peyğəmbər Ayşə xanımın məskəninə, onun evinə tərəf işarə eləyərək dedi. Fəqala dedi, Hunəl fitnə, bura fitnə fəsad yeridir. Salasən, Peyğəmbər bunu 3 dəfə təkrar elədi. Min heysu yətlu qarnu şeytan, bu yerdən şeytanın buynuzu zuhur eləyəcəkdir, şeytanın buynuzu çıxacaqdır. Yəni bu həman Sahih Buxaridədir. Hazreti Peyğəmbər salavatunun rəvayətidir. Demək olar Ayşənin məskəninə, Ayşənin evinə işarə eləyərək buyurdu ki, bura hunəl fitnə, bura fitnədir və buradan şeytanın buynuzu çıxacaqdır, qalxacaqdır. Bu hədisdən ələ gəlir ki, Hazreti Peyğəmbər salavatullah Ayşənin evin, onun məskəni demək olar ki, fitnə fəsad kimi tanıtdırır və buyurur ki, şeytanın buynuzu oradan qalxacaqdır. Və bu Sahih Buxarinin Ayşəyə olan demək olar ki, münasibətidir. Və bundan əlavə Sahih Buxaridə Ət-Tib kitabında Əl-Ladud babında, yəni 5712-ci hədisdə nəql olunur ki, Qalat Ayşətu ladadnahu fi marazihi fəcəalə yuşiru iləyna Allah təludduni fəqulna karahiyyətul mərizi liddəva fələmma əfaqa qala ələm ənhəkum ən təludduni qulna karahiyyətəl mərizi liddəva fəqala la yəbqa fil beyti ahadun illa ludda və ana anzuru illa al-Abbas fa innehu lam yashhadkum. Ayşə deyir ki, Peyğəmbər xəstə halında idi ki, zor güc ilə o Həzrətin ağzına dərman tökdü. Peyğəmbər işarə ilə bizə bildirdi ki, mənə dərman yedizdirməyin. Biz dedik, Peyğəmbərin dərmandan çəkinməyi bununla bağlıdır ki, adətən xəstənin dərmandan xoşu gəlməz. Yəni Ayşə Peyğəmbər salavatullahın sözlərinə əhəmiyyət vermədi. O Həzrət huşa gəldikdən sonra buyurdu, aya mən sizə demədim ki, mənim ağzıma dərman tökməyəsiniz, aya mən sizi bu işdən çəkindirmədim. İndi ki belədir, Abbasdan başqa ki sizin əməllərinə şahid deyildi, mənim gözlərim önündə hamınız gərək o dərmandan içəsiz. Bu rəvayət Sahih Buxaridə demək olar ki, necə ki ərz elədik, Tib kitabındadır. Aya görəsən Peyğəmbər salavatullah ki göstəriş vermişdi Ayşəyə, mənim ağzıma dərman tökməyəsiz. Ne üçün Ayşə Peyğəmbər salavatullahın əmrindən çıxdı? Və bu sünni qardaşların dilində Ummul Müminin adı ilə məşhur olan, bu ləqəblə məşhur olan Ayşə xanımın demək olar ki, Peyğəmbər salavatullah'a hörmətsizliyi idi. İndi isə Sahih Buxariyə nəzər salaq görək ki, Hazreti Peyğəmbər salavatullah'dan sonra 12 nəfərin xəlifə olması barəsində Sahih Buxaridə bir rəvayət varmı? Bu barədə biz gərək müraciət eləyək Sahih Buxaridə olan Əl-Əhkam kitabına. Əl-Əhkam kitabında istixlaf babında 7223-cü hədisdə Cabir ibn Samura deyir, Səmi'tun nəbiyyə yəqul yəkunu isna əşərə əmirən fəqala kəlimətən ləm əsmə'ha fəqala əbi innəhu qal kulluhum min Qureyş. Cabir ibn Samura deyir ki,
"Men payg'ambardan eshitdimki, buyurdu 12 tane amir olacak." Yani Peygamber salavatıllah'dan sonra 12 nefer amir, 12 nefer halife olacaktır. Cabir ibn Samura deyir ki, ondan sonra Peygamber bir kelamı işletti ki ben onu eşitmedim. Atam bana dedi ki, Peygamber salavatullah buyurdu ki, o 12 neferin hamısı Qureyş'ten olacaktır. Bugüne kadar Sünni alimler için bu hadis anlaşılmazdır. Yani ki 12 nefer halife kimlerdir? Ne 4 tane halifeyle uygun gelmir, Ebu Bekir, Ömer, Osman, Hazreti Ali, ne Bani Ümeyye halifeleriyle, ne Bani Abbas halifeleriyle bu rakam düz gelmir. Bu yalnız Şiaların akidesiyle düz gelir. Yani Şialar yalnız akideleri budur ki Peygamber salavatullah'dan sonra 12 nefer masum imam halife olacak, emir olacaktır. Ve bundan alava Hazreti Peygamber salavatullah'dan bir rivayet varımızdır Sahih Bukhari'deki. O da bizlere çok hakikatleri aşkar ediyor. O rivayette Ammar Yasir barasındadır. Sahih Bukhari'de El-Cihad ve Siyer kitabında Mashil Gubari en-Rasil fi Sabilillah babında yani 2812. hadiste nakl olunur ki bir mescidin tikilişinde Ammar Yasir de Peygamberin kenarında işleyirdi. Femerra bihin nebiyyu ve mesaha an ra'sihil gubar ve qala vayha Ammarin taqtuluhul fiyatul bagiyah Ammarun yad'uhum ilallahi ve yad'unahu ilan-nar. Peygamber salavatullah Ammar'a yakınlaşıp onun başından toz torpağı temizleyerek buyurdu. Ahsan olsun Ammar'a. Onu bir dəstə zalim şəxslər qətlə ediləcəklər. Ammar o zaman onları Allah'a tərəf dəvət edəcək. Onlar isə Ammar Yasir'i cəhənnəm oduna dəvət edəcəklər. Ammar Yasir İslamı qəbul edən ilkin şəxsiyyətlərdəndir. Atası Yasir və anası Sümeyye İslam yolunda canlarını fəda verən ilkin şəhidlərdəndir. İbn Əsir Əsədül Qaba kitabının 4-cü cildinin 43-cü səhifəsində qeyd edir ki, Ammar İslamda məscid düzəldən ilkin şəxsiyyətlərdəndir. Yəni Qaba məscidi məxsusən Ammarın təklifi və zəhməti ilə bərpa edilmişdir. Ammar Yasir Cəmal müharibəsində Əlinin kənarında Ayşə, Təlhə və Zübeyrə qarşı vuruşan sahabalardandır. Tabari öz tarixinin 5-ci cildinin 250-ci səhifəsində Covr ibn Qutadadan nəql edir ki, Covr ibn Qutada deyir, mən Cəmal döyüşündə Zübeyrin yanında idim. Bir atlı Zübeyrə yaxınlaşıb dedi, ey əmir, Ali'nin qoşunu sizə yaxınlaşır. Ammar da Ali'nin qoşunundadır. Zübeyr atlıya dedi, səhv edirsən, bu mümkün deyil. Atlı dedi, and olsun Allah'a həqiqətən Ammar Yasir Ali'nin qoşunundadır. Zübeyr öz yaxın adamlarından birini Ali'nin qoşununa yolladı ki, görsün aya Ammar Yasir həqiqətən Ali'nin qoşunundadır ya yox. Covr ibn Qutada deyir, o şəxs gedib çox keçmədi ki, gəlib Zübeyrə xəbər verdi ki, həqiqətən Ammar Yasir Ali'nin qoşunundadır. Zübeyr bunu eşidəndə ixtiyarsız olaraq fəryad çəkdi. Vay, belim qırıldı. Zübeyrin bədəninə elə lərdə düşmüşdü ki, bədənindəki silahlar da sirkələnirdi. Yəni Zübeyrin bədəni əsirdi, o silahlar da əsirdi. Covr ibn Qutada deyir, mən Zübeyri bu halda görəndə başa düşdüm ki, Zübeyr batıl yoldadır. Və şübhəsiz ki, Zübeyr Ammar Yasir barəsində Peyğəmbərdən bir hadis eşidibdir. Bu əhvalatı Təbəriz tarixində nəql edir. Həqiqətən də Covr ibn Qutada doğru fikirləşirdi. Zübeyr Ammar Yasir barəsində Sahih Buxaridən nəql etdiyimiz məşhur kəlamı eşitmişdi ki, Peyğəmbər salavatullah buyurmuşdu ki, vayha Ammarin taqtuluhul fiyatul bagiya Ammarun yadğuhum ilallah və yadğunahu ilan-nar. Yəni Ammarı zalimlər qətl edirəcək, Ammar onları Allah'a tərəf, onlar isə Ammar Yasir'i cəhənnəmə tərəf dəvət etmək istəyəcəklər. Deməli, bu rivayətdən ələ gəlir ki, Ammar Yasir Cəmal döyüşündə Ali əleyhissalamın tərəfində Ayşəyə, Təlhəyə və Zübeyrə qarşı döyüşürdü. Və bu göstərir ki, Ayşə,
Talha ve Zübeyir insanları cehenneme taraf davet edirdiler. Ve onlar fiyatul bağiye idiler, yani zalim bir tayfe idiler. Düzdür, Ammar Yasir Cemal dövüşünde şehit edilmedi. Ama bunu sübut elədi ki, Ammar'dan vuruşanlar zalimler idi. Aya görəsən Ammar Yasir kimler tarafından şehit edildi? Bu çok aydındır ki, Ammar Yasir Ali'nin qoşununda iken Siffin döyüşünde Muaviye ve Amras'ın qoşunları tarafından şehit edildi. Beləliklə sabit oldu ki, Muaviye ve Amras zalim, təcavüzkar ve insanları cehenneme davet edirdiler. Çok təəssüflər olsun ki, bu günlerde Sünni mənbələrində Muaviye'nin adı hürmetle yad edilir. Sahih Buxari'de Muaviye'nin adı gələndə raziyallahu an ifadesiyle ona dua edirlər. Yani Allah ondan razı olsun. Bir halda ki cehenneme davet eden zalim insanlara lanetten başka bir şey yetişmeyecekti. İndi ise Allah Teala'ya dair Sahih Buxari'de olan bir neçe hadise nazar salaq. Görək ki Sahih Buxari Allah'ı bize nece tanıttırır. Bu arada Sahih Buxari'de El-İstizan kitabında Bad-i Salam babında, yani 6227. hadiste Ebu Hureyre naqledir. Peygamber salavatullah buyurmuştur. Halakallahu Adem'e ala suratihi tulluhu sittuna ziraan. Yani Allah Adem aleyhisselamı öz suretinde yarattı, 60 zira uzunluğunda, takriben 30 metre uzunluğunda. Sahih Buxari'de gösterilir ki 60 metre uzunluğunda olan Allah her gece, o zamanki gecenin 3'te 2'si gitti, 3'te 1'i kaldı. O hatta dünya semasına da nazil olur, enir. Elbette birinci hadisten ele geldi ki Allah Tebarek ve Teala Adem peygamberi öz uzunluğunda yaradı. 60 zira uzunluğunda, sittuna ziraan. Yani Allah Tebarek ve Teala'nın uzunluğu neuzubillah bu Sahih Buxari'ye göre 60 metredi. Yani 30 metredi, 60 zira uzunluğunda. Ve bu Allah o cürü ki Sahih Buxari'de nakl olunur, her gece dünya semasına nazil olur. Allah özü enir. Sahih Buxari'de davat kitabında Ad-Duai Nisfel-Leyl babında 6321. hadiste Ebu Hureyre nakledir ki Peygamber salavatullah buyurmuştur. Yetenezzalu Rabbuna tebareke ve teala kulle leyletin ila semai dünya hine yebqa sulusul leylil ahir yekulu men yedguni feestecibe leh men yes'aluni fe'atiyehu men yestağfiruni fe'agfire leh. Yani bizim ucu olan Parvardigarımız her gece gecenin 3'te 1 hissesi kaldığı vaxt dünya semasına inir ve deyir: kimdir beni çağıran ki onun çağrışını kabul edeyim? Kimdir benden bir şey isteyen ki ona ata edeyim? Var mı bağışlamak dileyen ki onu bağışlayayım? Yani Allah Tebarek ve Teala neuzubillah öz mekanını değiştirir. Evvel yukarıda olur, sonra her gecenin 3'te 1'i kalanda dünya semasına inir, yine kalkırdı. Yani ki daha yeryüzünde kalmaz ki, eğer her gece inirse demek bu inir yine kalkır. Yani bunların demek olar ki Allah'ı kuş kimi demek olar ki hareket edebilir. Bundan əlavə Sahih Buxari'de Tevhid kitabında 23. babda Ebu Hureyre deyir: Peygamber salavatullah bizim yanımızdaydı ki Peygamber salavatullah'a dedik: biz kıyamet günü Allah'ı görerik. Peygamber buyurdu: asiman saf olanda ay ve güneşi görmek çetin olur mu? Biz dedik ki xeyr. Peygamber salavatullah buyurdu: kıyamette de Allah'ı görmek çetin olmaz. Rabbimiz ilk defa müminlere görünen suretten farklı surette onlara taraf gelecektir. Onlara taraf gelerek diyecektir: ben sizin Parvardigarınızam. Ama çün cemaat onu tanımayacak, ona göre de peygamberler onunla danışmaya layık olacaklar. Yani yalnız peygamberler onunla danışacaktır. Allah diyecek ki Allah'ı tanımak için sizde bir nişana var mı? Feyekulu sak.
cemaat diyecek ki biz Allah'ı yalnız sağla tanırız. Sağ dizden tubuğa kadar olan yere diyerler ayakta. Diyecekler ki biz öz Parvardigarımızı onun sağından yani topuğundan dizine kadar olan hissesinden tanıyoruz. Allah bu sözü eşidəndə öz sağını yani topuğundan dizine kadar olan hissesini çılpaq şekilde onlara göstererek özünü onlara tanıtıracaqdır. Beləliklə bütün müminler onu tanıyacaq, ondan sonra hamısı səcdəyə gedəcəkdir. Yani Allah Tebarək ve Teala kıyamet günü özünü bu formada, bu şekilde müminlere tanıtıracaq. Yani bunlar hamısı cəfəngiyat hadislerdir ki, bunlar Sahih Buxari'də mevcuddur. Ve Allah Tebarək ve Teala Kur'an-ı Kerim'de gösterir ki Euzubillahimineşşeytanirracim Leyse kemisli şey, Allah Tebarək ve Teala hiçbir şeye benzemez, hiçbir misli yoktur. Demek olar ki Allah'ı neyse teşbih eləmək olmaz. Ve Sahih Buxari'de El-İmani ve Nuzur kitabında El-Halifi bi İzzetillah ve sifatihi ve kelimatihi babında 6661. hadiste Enes İbni Malik deyir. Peygamber salavatullah buyurdu. La tazalu cehennemu taqulu hal min mazid hatta yazaga Rabbul İzzeti fiha qadamahu fetaqulu qat ve izzetik. Yani cehennem ehli cehenneme oturdukça cehennem diyecek. Aya yine bir kes var mı cehenneme atılsın? Bu halda Allah öz ayağını cehenneme koyup günahkarları orada ayaklayacaqdır. Bu sebepten cehennem diyecek. İzzeti ve and olsun ki daha bəsdir. Yani bu hadis gösterir ki Enes İbni Malik'tir ki Allah'ın ayağı var, öz ayağını koyacak cehennemin içinde, cehennemde olanları taptalayacaqdır. Ve bunlar cəfəngiyat hadislerdir ki Sahih Buxari'də mevcuddur. Bunlara baxanda insan demek olar ki düşünür ki həqiqətən kəslər ki bu kitabı həddən artıq əziz tuturlar. Deyirlər ki bu kitabda olunan rəvayətlər şübhəsizdir. Peyğəmbər sallallahu dilindən nəql olunub. Bunlar hələ başqa bir kitabların nə gündədir onu Allah bilir. Ve Sahih Buxari'de gösterilir ki hatta Allah Tebarək ve Teala'nın bazen gülmeyi de gelir. Kitab-ı Tevhid'de Sahih Buxari'de Vucuhun Yevmizin Nazire babında yani 7437. hadiste hamçinin Riqaq kitabında Bab-ı Sirat-ı Cəsr-ı Cehennem babında 6573. hadiste Ebu Hureyre peygamberden nakl edir ki kıyamet günü cehennem ehillerinden biri çok ısrar ve tekraren diyecek ki ya Allah bu cehennemin üfunetinden ben zehirlendim. Odun harareti beni yandırdı. Üzümü bu oddan döndür. Allah deyər, əgər belə etsəm, şayət başqa bir şey demenden istəyəsən. O şəxs deyər, and ola izzəti və heç bir şey daha səndən istəmərəm. Əgər məni bu üfunət edən, bu yandırıcı oddan biraz uzaqlaşdırsan. Allah onun üzünü cəhənnəm odundan döndərəndən sonra o şəxs deyər, ey Allah, məni behiştə yaxınlaşdır. Allah ondan əhd-i peyman alacaq ki, onu behiştə yaxınlaşdırandan sonra o şəxs daha Allah'tan heç bir şey istəməyəcəkdir. O şəxs behiştə yaxınlaşandan sonra yenə Allah'a deyər ki, ilahi, məni behiştə daxil et. Bunu deyəndə Allah deyər, sən nə qədər hiləgərsən? O şəxs deyəcək, ilahi, məni çox məhrum bəndələrdən eləmə. Bu halda Sahih Buxari'də nəql olunur ki, yazhaka. Allah Tebarək ve Teala bu kişiye gülecektir. Faiza zahaka minhu azina lahu bid-dukhul fiha. O zaman ki Allah Tebarək ve Teala buna güldü, Allah'ın gülmeyi tuttu. Ondan sonra buna emr edecek ki behişte dahil ol. Bu iki tane babda, iki tane kitapta Sahih Buxari'de nakl olunur. Bunlar gösterir ki bunların Allah'ı hem de demek olar ki bazen gülür. Yəqin ki eğer gülen olarsa bazen ağlamağı da gelecektir. Ve aya görəsən Sahih Buxari İslam peygamberini bizlere necə tanıtdırır? Allah Tebarək ve Teala ki Kur'an-ı Kerim'de buyurur: Euzubillahimineşşeytanirracim.
innaka la ala xulqin azim, yo payg'ambar senin axloqing çok azamatlidir. Men seni olamlar uchun rahmat göndermişam. Oya belə bir peygamberi Sahih Buxoriy bize necə tanıtdırır? Sahih Buxoriyda Da'vat kitabında Qavlun Nabi men azaytuhu fajaqalhu lahu zakatan ve rahma babında Abu Hureyre deyir ki, peygamberden eşittim ki deyirdi: Allahumma fa ayyuma mu'minin sababtuhu fajqal zalika lahu qurbatan ilayka yawmal qiyama. Yani ey Allah, ben her bir mümini ki qarğışladım, onu sabbeledim, ona lanet dedim, ağzıma gelen dedim ona, o qarğış ve nifretimi kıyamet günü o müminin sana yakınlaşmasında vasıta karar ver. Bu rivayetten ala gelir ki, peygamber bazen öz əsəbini kilovlayabilmirdi, öz demək olar ki, əxlaqını saxlayabilmirdi, müminləri səbb eləyirdi. Rəvayət belədir ki, fəəyyuma müminin səbəbdir. Hər bir mümini ki, mən səbb elədim, onu demək olar ki, özünə yaxın qərar verginəm. Yəni, bunların Peyğəmbəri normal əxlaqdan da məhrum idi. Aya, insan necə ola bilər ki, mümin bir insanı səbb eləsin, onda hələ Peyğəmbər olar. Bunların Peygamberi bilençidir. Ve Sahih Buxoriy bize gösterir ki, Hazreti Peygamber salavatullah'a ilk defa vahiy gelende Peygamber bilmirdi ben peygamberim. Varaqat ibn Nufal onu başa saldı ki sen peygambersen. Bəli. Bu barada Sahih Buxoriyda At-Ta'bir kitabında 1. babda Avvalu ma budiya bihi Rasulullah minel vahyi rü'ya saliha babında Ayşe naqledir ki, ravayetin kısa mazmunu budur ki, Ayşe deyir, Hira mağarasında vahiy meleği Alaq suresini peygambere nazil ettikten sonra peygamber eve qayıtdı. Hadice'ye dedi, benim üstümü ört. Sonra ise bu maceranı Hadice'ye danıştı ve Hadice'den soruştu. Ey Hadice, görürsen bana ne olup? Özümde korku hissediyorum. Hadice ona ürək dirək verdikten sonra onu Hristiyan alimi Hadice'nin əmisiydi. Varaqat ibn Nufal'ın yanına apardı. Fa akhbarahun nabiyyü marra'a. Sahih Buxori'da naql olunur ki, peygamber neyi görmüştü onu haber verdi Varaqat ibn Nufal'a. Faqala Varaqa peygambere dedi: "Hazan namusullazi unzile ala Musa." Bu Allah'ın namusudur ki o Musa'ya da nazil olurdu. Ondan sonra Varaqat ibn Nufal onu başa saldı ki bu melektir, narahat olma. Faqala Rasulullah: "Ava muhriciyahum." Yani Varaqat ibn Nufal dedi ki sen peygamber olacaksan. Peygamber de dedi ki ben nece peygamber olaram? Ay haqiqatan ben peygamber olaram. Faqala Varaqa naam. Varaqat ibn Nufal dedi ki bəli sen peygamber olacaksan. Bunlar gösterir ki peygamber özünün peygamber olmasını bilmirdi. Varaqat ibn Nufal kimi bir Hristiyan ona başa saldı ki o peygamberdi. Bundan badbaxt insan yoktur ki, demək olar ki, bu rəvayetin nəqlidə bu kitabda. Və o kəsləri ki, bu kitabı mötəbər bilirlər, onlar demək olar ki, hak yoldan münhərifdirlər. Allah Tebarək və Teala'nın peyğəmbəri özü bilməyə ki, o peyğəmbərdir, özü Cəbraili tanımaya və o vahiy mələyin tanımaya, vahyi tanımaya. Yani bilmeyen bu vahiydi, ya ilahi taraftandı, ya başkasının tarafından ki de Varaqat ibn Nufal onu başa salar. Bundan ne peygamber olar? Bunlar hamısı Sahih Buxori'da demek olar ki qondalmış rivayetlerdi. Haman rivayette buyurulur ki bu hadiseden sonra bir müddet vahiy nazil olmadı. Sahih Buxori'da bu ibaratla yazılır ki Fataral vahyu fatratan hatta hazinen nabi fima balagana huznan qadam minhu miraran kay yataradda min ru'usi shawahiqil jibal fa kullama awfa bi zirvati jabalin likay yulqiya minhu nafsa tabaddallahu Cibril faqal ya Muhammed innaka Rasulullah haqqa. Mazmunu budur ki Hazreti Peygamber'e bir müddet vahiy nazil olmadı. Peygamber çok nigaran oldu, gamli oldu. Gitti bir hündür dağın zirvesine çıktı. Bu niyetle, bu qasdla ki o dağdan özünü asın, özünü öldürsün. Peygamber salavatullah intihar eləmək istəyir. Yani ki özünü istəyirdi ki öldürsün. Xodkoşu eləsin. Yani nauzubillah sağlam adam bu işi görmez. Yani ki bütün psikologlar bunu ispat ediyor ki o adam ki gede özünü assa, özünü demek olar ki öldüre, bunlar ruhi hastadır.
va payg'ambar salavotullahdan nauzubillah panoh parramalloh bu kalomlar demaydan payg'ambar salavotulllah ruhi xasta edi va vahiy gelmedi, gitti dağın başına çıktı, özünü öldürmek istedi. Orada Cebrail onu gözüne görsendi, dedi ya peygamber sen Allah'ın hakiki peygamber, sen nigaran olmak ile, üzvü öldürmek ile. Ve bundan sonra peygamber geldi evine. Bunlar gösterir ki bu ravatlar hamısı qudlarma ravatlardır. Hala bunların en müteber, en sahih bildiği kitap olan Sahih Bukhari'de bunlar var. İndi gör o birilerinde neler var, ona o ravatlardan Allah'a panaha aparıram. Ve Sahih Bukhari gösterir ki Hazreti Peygamber salavatullah adalattan uzak idi. İki tane yoldaşı vardı, aile hayatı vardı, arvadı vardı. Onların arasında adalata rivayet eləmirdi. Sahih Bukhari'de gösterilir ki Hazreti Peygamber salavatullah çok vaxt Ayşe'nin yanında olardı. O biri kadınlar yanına ise az giderdi ya ki onlara hiç baş çekmezdi. Bu barada El-Hibe kitabında El-Hibeti ve Fazluha ve Tahrizi Aleyha kitabında Men ahda ila sahibihi ve taharra ba'za nisaihi dune ba'zin babında, yani 8. babda naql olunur ki Peygamber salavatullah'ın kadınları Fatıma-i Zehra'nı, yani peygamberin kızını peygamberin yanına gönderdiler ki peygamberi demek olar ki adalata davet eləsin. Ayşe der ki Fatıma o zaman peygamberin yanına geldi ki ben peygamberle bir yorgan döşede uzanmıştım. Fatıma icazə alıb daxil olduqdan sonra dedi: Ey peygamber, məni senin kadınların, arvadların yollayıb ki senden isteyeyim ki onlarla Ayşe arasında günleri bölüşdürəsən, adalata riayət edəsən. Peygamber Fatıma-i Zehra'ya buyurur ki ey benim kızım, ya bunayyatu ala tuhibbine ma uhib, aya mən o kəsi ki istəyirəm, sevirəm, sen onu sevmirsən? Yani mən Ayşəni çok sevirəm, sen de onu sevginən. Ona xatir mən Ayşədən ayrıla bilmirəm. Deməli bu gösterir ki Hazreti Peygamber salavatullah'ın kadınları Peygamber salavatullah'ını adalata davet eləmək istedilər Fatıma-i Zehra'nın vasitəsilə. Peygamberin kadınları ikinci defa Cəhişin kızı Zeynəbi ki o da peygamberin hayat yoldaşıydı. Zeynəbi peygamberin yanına yolladılar ki Ayşe ile başka kadınlar arasında adalata riayət eləsin. Bunun için həmişə gedir Ayşe'nin yanına. Zeynep peygamberin kadınlarının şikayetini o hazrete getirdi ve Ayşe'ye nalayık sözler dedi. Ayşe de nalayık sözleri Zeynep'e qaytardı ve Zeynep'i susturdu. Yani ki birbirlerini sərb elədilər. Bu ona ağzına gelen dedi, o biri kadın buna. Ve Hazreti Peygamber salavatullah bunlara bu maceraya tamaşa eləyirdi. Bundan sonra buyurdu ki İnnaha bintu Ebu Bekir. Bu Ebu Bekir'in kızıdır. Yani ki Zeynep sen onunla danışabilmezsen. Bu rivayetten ələ gəlir ki Peygamber salavatullah aslında Kur'an-ı Kerim'e əməl eləmirdi. Allah Tebarək və Teala Kur'an-ı Kerim'de Nisa suresinin 3. ayəsində buyurur ki Euzubillahimineşşeytanirracim فَاِنْ خِفْتُمْ اللّٰهَ تَعْدِلُوا فَوَاهِدًا. Eğer kadınlar arasında adalata riayət eləyə onda bir dənə kadınla kifayətlənin. Ve lakin Peygamber salavatullah adalata riayət eləmirdi ve yine de çoxlu kadınlarla aile kurmuştu. Peygamber salavatullah Sahih Bukhari'de naql olunur ki bir gecede 11 tane kadınla yaxınlıq elirdi. Bu demek olar ki Peygamber salavatullah'a vurulan böhtanlardandır. Sahih Bukhari'de El-Gusl kitabı var. İza cama'a sümme adab babında, yani Sahih Bukhari'de 268. hadiste Enes ibn Malik deyir. Enes ibn Malik deyir ki Kana nebiyyü yaduru ala nisaihi fi sa'atil vahida minel leyli ve nahari ve hunna 11. Yani Enes ibn Malik deyir ki Peygamber salavatullah bir sutkada, yani 24 saat ərzində olan bir müəyyən bir vaxtda 11 tane kadınla yaxınlıq eləyirdi. Ondan sonra ravi deyir ki mən Enes ibn Malik'e dedim ki məgər bu mümkündür Peygamber salavatullah bir gecədə 11 tane kadınla yaxınlıq eləyər. Enes ibn Malik deyir ki ben peygamberi tanıyıram, onun gücüne bələdəm. Peygamber bir gecede 30 tane kadınla da yaxınlıq eləyə bilər. Bu Sahih Bukhari'dedir. Bu da sual meydana gelir. Aya Enes ibn Malik hardan bilirdi Peygamber bir gecede 11 tane kadınla yaxınlıq eləyir? Aya Peygamber salavatullah özü Enes ibn Malik'e demişti ben bu işi görürüm bir gecede. Yani ki
Anas ibn Malik onun gücünü oradan tanıyırdı ki bunun 30 tane kadınla yakınlık eylemeye demek olar ki bunun kudreti var. Bunlar suallardır ki gerek bizim sünni kardeşlerimiz ki Sahih Bukhari'ne hatim tuturlar deyirlər. Sahih Bukhari hansı gemide olsa gemi batmaz. Gerek onlar bu suallara cevap verirler. Ve Sahih Bukhari'de nakl olunur ki Peygamber salavatullah bazen gusülü yaddan çıkardırdı, gelirdi mescide. Haman kitab-ı gusulda nakl olunur. İza zakara fil mescidi innehu cunubun babında. Yani Peygamber mescidde birden hatırladı ki ben cünubamla gusül eləməmişəm. Babın adı tercümesi beğençidir. O babda Ebu Hureyre deyir ki biz cemaat namazını kılmak istəyirdik mescidde. Peygamber geldi qabaqda kaldı, biz de saflara, cərgələrə düzüldük. İstəyirdik ki niyət eləyək, Peygamber'e iqtida eləyək namazımızı. Birdən Peygamber qayıt dedi, bağışlayız mən yadımdan çıxartmışam guslümü. Məni burada gözləyib, mən də qayıdıram. Ebu Hureyre der ki Peygamber salavatullah gitti, birazdan sonra qayıtdı, geldi mescide dahil oldu. Guslun suyu onun demek olar ki bedeninden, onun paltarından tökülə geldi, kaldı qabaqda namaza başladı, biz de ona iqtida elədik. Deməli bunların Peygamberi bu formadadır. Təsəvvür edirsiniz, insan bunu zihnində də gətirə bilmir ki bir dənə ali cənab bir şəxsiyyət gedə gusül eləyən, ondan sonra su tökülə gələ məscidə qala piş namaz. Bu da Peygamber ola. Allah Tebarek ve Teala Peygamber salavatullahını bütün beşeriyet için ulgu gönderip ki onun ahlakı da çok azametlidir. Bundan alava Sahih Bukhari'de gösterilir ki Peygamber salavatullah musikiye çok rağbeti vardı, çok meyli var idi. Toy meclisine gidende orada gelin ki var idi, toyda iştirak edirdi. Yani ki o gelin bütün o toyda iştirak edenlere geldi öz ovucuyla demek olar ki hurma şarabı verdi, hurbadan düzəldilmiş şerbet verdi. İçtiler, onlar geldi Peygamber salavatunun yanına. Peygamber de onun ovucundan, onun elinden demek olar ki o şerbetten içti. Ve Sahih Bukhari'de kitab-ı istihzanda nakl olunur ki Peygamber Qaba mantıqasına gitmişti, ya Quba mantıqasına gitmişti. Ubadat ibn Samit'in evinden konak oldu. Ubadat ibn Samit'in yoldaşı, hayat yoldaşı Peygamber salawatullah'ın saçlarını tumarlamaya başladı. Yani namerhem bir kadın. Bundan alava Peygamber salawatullah'ın demek olar ki musikiye çok meyilli olmasını Sahih Bukhari'de Fazail-i Sahabe kitabında همچنین المغازی kitabında gösterilir. Bunlardan alava Sahih Bukhari'de Bad'il Halq kitabında Sifat-i İblis ve Cunuduhu babında qeyd olunur ki Peygamber salawatullah'a elə cadu eləmişdilər ki Peygamber salavatullah bir işi ki görməmişdi, elə bilirdi ki mən o işi görmüşəm. Məsələn, ya bir işi ki görmüşdü, elə bilirdi ki mən o işi görməmişəm. Yəni öz ağlını itirmişdi. O kadar ilənci cadu eləmişdilər Peygamber'e. Nauzubillah. Ve hamçinin Medine münafiqlərinin başçısı Abdullah ibn Ubay vefat edəndə Peygamber salavatullah istedi ki gelsin ondan namaz kılsın. Burada Sahih Bukhari bize demek olar ki gösterir. Yazır ki Peygamber geldi bu münafiqi istedi namaz kılsın. Ömer Peygamber'e yakınlaştı. Dedi Aleyhissallahu nehauke en tusalliye alal münafiqin. Ya Peygamber, aya Allah Tebarek ve Teala seni nehyeylemeyip, sana qadağan eləmeyip bu ki münafiqlere namaz kılmayasan. Yani Ömer geldi Peygamber'e başa salırdı. Peygamber salavatullah buyurdu, Allah beni bu işte ihtiyar sahibi eləyibdir. Mesela istəyərəm qılarım, istəyərəm qılmaram. Bu anda Ömer'in fikrini təsdiqləyən aya nazil oldu. Euzubillahimineşşeytanirracim ve la tusalli ala ahadin minhum mata abada. Tövbe suresinin 84. ayeti nazil oldu. Yani ya Peygamber bu münafillerden biri ölende hiç vakti bunlara namaz kılmayasan. Bu Ömer'in fikrinin Peygamber'in fikrinden üstün olmasını getirir. Yani Peygamber salavatullah başa düşmürdü. Ömer kadar da bunun düşüncesi, bunun demek olar ki savadı yok idi. Ayet de nazil olurdu, Ömer diyen çıkırdı. Bu Sahih Bukhari'de Cenaiz kitabında El-Kafani fil-Qamis babında demek olar ki hikayet olunur. Ve bundan alava Sahih Bukhari'de Kitab-ı Tayammum'da 6. babda yani Es-Saidu Tayyibu Vuzu'ul Muslim babında
gösterilir ki Peygamber salavatullah bazen subh namazını kazaya verirdi. Ömer ise Allahu Ekber deyirdi, Peygamber namaza kalkırdı. Bunlardan əlavə biz gerek Sahih Buxariyə diqqət edək. Görək ki, aya Sahih Buxari bizim peyğəmbərimizdən, yəni Hazreti Muhammed sallallahu aleyhi və aleyhi və səlləmdən əlavə başqa peyğəmbərləri bizə necə tanıtdırır? Bu barədə biz gərək müraciət edək Sahih Buxaridə nikah kitabına. Nikah kitabında bir bab var. Qavlur raculi la'tufanna babında nəql olunur ki, Hazreti Süleyman peyğəmbər bu rivayətdə Əbu Hüreyrə məlun nəql edir. Deyir ki, Peyğəmbər salavatullah buyurur ki, Hazreti Süleyman aleyhissalam, yəni Davud peyğəmbərin oğlu Süleyman peyğəmbər Allah təbarək və teala ilə əhd bağladı. Dedi, ilahi, mən bu gecə 100 dənə arvad ilə yaxınlıq eləyərəm. Onların hamısından bir dənə oğlan uşağı dünyaya gələcək. Onların hamısını hak yolunda, demək olar ki, din yolunda cihada göndərərəm. Və Süleyman peyğəmbər inşallah demədi. Buna xatir getdi, 100 dənə qadına yaxınlıq elədi. Yalnız onlardan biri oğlan uşağı dünyaya gətirdi. O da demək olar ki, xəstə idi. Hazreti Peyğəmbər salavatullah buyurur ki, əgər Süleyman peyğəmbər inşallah desəydi, o 100 dənə qadın hamısı demək olar ki, oğlan uşağı dünyaya gətirərdi. Aya bu rəvayət ki, Əbu Hüreyrə nəql edir. Bu nə dərəcədə görəsən əqlə, məntiqə, elmə uyğundur? Heç bir dərəcədə demək olar ki, əqlə, məntiqə, elmə uyğun deyil. Bir gecədə Süleyman peyğəmbər 100 dənə qadınla necə yaxınlıq edə bilər? Əslən məgər peyğəmbər, Süleyman peyğəmbər arvadbaz idi, 100 dənə arvad saxlayırdı. Və bunlardan əlavə Sahih Buxaridə Əl-Ənbiya kitabında Hadisul Xazir babında, Xaziri Musa babında nəql olunur ki, Hazreti Musa peyğəmbər həmişə gedirdi, çayda tək çimirdi. Bəni İsrail isə gedirdi, bir yerdə çimirdilər. Bu Bəni İsrail dedilər ki, Hazreti Musa ki gedir tənha, tək çimir, görəsən bunda bir eyb var deyəsən. Yəni bunlar Musa peyğəmbərin eybi var, ona xatir bir də çinmir. Bunun eybi də bundan ibarətdir ki, Musa peyğəmbərin kişilik alatı, cinsi alatı yoxdur. Hazreti Musa peyğəmbər bir gün gəldi çayda çinməyə, öz paltarlarını çıxartdı, qoydu bir daşın üstünə. Getdi, çimdi, qayıtdı, öz paltarlarını götürüb geymək istəyəndə daş qalxdı, başladı qaçmağa, getməyə. Və Musa aleyhissalamın da paltarı bu daşın üstündə. Musa da lüt uryan başladı bu daşın dalsınca qaçmağa ki paltarlarını götürsün. Musa peyğəmbər lüt gəldi Bəni İsrailin kərarından keçəndə Bəni İsrail gördülər ki, yox, Musa'da evzad yoxdur. Bunun da cinsi alatı demək olar ki, kişilik alatı yerindədir. Ondan sonra daş qaldır, Musa peyğəmbər öz paltarını götürdü. Yəni bu rəvayət göstərir, Ulul-Əzm peyğəmbər olan Hazreti Musa aleyhissalam Allah təbarək və teala onu rüsva elədi. Onun demək olar ki, bütün cinsi orqanlarını da Bəni İsraildə göstərdi. Bunlar hamısı cəfəngiyatlardır ki, Əbu Hüreyrə bunları nəql edir. Və Sahih Buxaridə nəql olunur ki, Əbu Hüreyrə deyir ki, Hazreti İbrahim peyğəmbər 3 dəfə yalan deyibdir. Bir halda ki, Allah təbarək və teala Qur'an-ı Kərimdə buyurur ki, "Vazkur fil kitabı İbrahim innehu kana siddiqan nabiyya." Sure-i Məryəm ayə 41. Buyurur ki, ya peyğəmbər İbrahimi deyir kitabında zikr elə, o həqiqətən çox doğru danışan siddiq idi və peyğəmbər idi. Amma Sahih Buxaridə Əbu Hüreyrə deyir ki, bu 3 dəfə yalandır, bu siddiq deyildi. Siddiq Əbu Bəkirdir. Ondan əlavə bunda arz eləyək ki, bu da Sahih Buxaridə Ənbiya kitabındadır. Qavlullahi Teala və təğəzəllahu İbrahimə xəlilə babında. İndi isə bu mövzunu açıqlayaq ki, bizim sünni qardaşlarımız ki deyirlər, Hazreti Peyğəmbər salavatullahın vəfatından sonra bütün müsəlman dünyası səs verdi Əbu Bəkirin xəlifə olmasına, yəni hamısı birləşdi, hamısı rəy verdilər, beyət elədilər Əbu Bəkirlə, icma halətində Əbu Bəkri xəlifə seçdilər. Aya Sahih Buxari görəsən bunlara necə cavab verir? Aya görəsən Sahih Buxari bunu qəbul edir ya yox? Biz Sahih Buxaridə görürük ki, bunların fikirləri, sünni qardaşların sözləri Sahih Buxaridən düz gəlmir. Sahih Buxari buyurur ki, icma olmayıb. Yəni hamısı razı deyildi, müsəlmanlar hamısı razı deyildi Əbu Bəkirin xəlifə olmasına. Sahih Buxari kitabında
Al-Hudud kitobida Razmul Hublo minaz zino iza ahsanat bobunda, ya'ni 6830-hadisda Umar ibn Xattob deyir: "İnnama kanat bey'atu Abi Bakrin faltatan." Abu Bakr'dan ki beyat elediler. Bu beyat birdenbire ve gözlenilmez halde oldu. Yani bu tedbirli bir iş değildi. Velakinnallaha vaqa şerraha. Velakin Allah onun şerrini bizden uzaklaştırdı. Annal ansara halafuna. Ömer der ki Ansar, yani Medine'nin yerli ahalisine Ansar değiller. Ansar bizden muhalefet eledi. Ve halafa anna Aliyun ve Zubeyru ve men ma'huma ve Ali aleyhisselam ve Zubeyr ve o kesler ki Ali ve Zubeyr'den idiler, bunlar hamısı bizden muhalefet elediler. Bu aydın şekilde Sahih Bukhari'de bu rivayet var. Bu gösterir ki Zübeyr'di, Hazreti Ali aleyhisselam'dı ve onlarla olanlardı. Bunlar muhalefet edildiler. Hemçinin Ansarlar da demek olar ki muhalefet edildiler ve belki bu Ebu Bekir'den beyat eləmək bir iş idi ki faltatan, yani ki nagahani birdenbire oldu. Ve büyük sünni alimi İbn Hazm Andalusi El-Mahalli kitabının 9. cildinin 345. sayfasında nakledir ki ve la'natullahi ala kulli icmain kharaca anhu Aliyun ve men ma'hu mines sahaba. Yani Allah'ın laneti olsun o icmaya ki Hazreti Ali aleyhisselam ve Ali ile olanlar ona muhalefet ediyor. O sahabalar ki Ali aleyhisselam'la idiler, onlar o icmaya muhalefet ederler. Allah lanet eylesin o icmaya. Bunu sünni alimi İbn Hazm Andalusi nakledir El-Mahalli kitabında. Yani Sahih Bukhari'de gösterir ki Ali aleyhisselam muhalefet eləmişti bu icmayla ve demek biz de onun dilinden desek Allah'ın laneti olsun bu icmaya. Sahih Bukhari rivayetlerin birinde qeyd ki Ali aleyhisselam özü Ebu Bekir'e buyurdu ki siz bizim hakkımızı gasp eylediniz. Bu arada Sahih Bukhari'de El-Magazi kitabında Gazvetil Xeyber babında Fatıma-i Zehra'nın vefatından sonra hadisenin necə olmasını qeyddir. Rəvayetin qısa demək olar ki bazı yerlərini arz edeyim. Buyurur ki فَاَرْسَلَ إِلَى أَبِي بَكْرٍ أَنِ اِتِنَا وَلَا يَأْتِنَا أَحَدٌ مَعَكَ كراهية لمحسر عمر فقال عمر لا والله لا تدخل عليهم وحدك. Deyir ki Hazreti Ali aleyhisselam Fatıma Zehra'nın vefatından sonra olub bu ahvalat. Bir nəfəri gönderdi ki Ebu Bekri çağırsın öz yanına. Ve tapşırdı ki Ebu Bekir tek gelsin, hiçbir kez ondan gelmesin. Ne için? Çünkü karahiyyeten li mahseri Ömer. Hazreti Ali aleyhisselamın Ömer'in mahserinden karahati gelirdi, hoşu gelmirdi, acığı geldi. İslam'da Ömer gelsin onun yanına. Ve Ömer Ebu Bekir'e dedi ki sen Allah, seni and verem Allah'a tek gitme Ali aleyhisselamın yanına. Burası o Ebu Bekir gelir Hazreti Ali aleyhisselamın yanına. Hazreti Ali aleyhisselam ona deyir ki biz Əhl-i Beytin Peyğəmbərə yaxınlığımız var idi və xilafət məsələsində haqq bizimlə idi. Lakin sən bizə qarşı çıxdın. Bu sözləri Əbu Bəkirə deyəndə Əbu Bəkirin gözlərindən yaş axdı. O cürə ki Sahih Bukhari'dən nəql olunur, yazır ki velakinnəkə istabdadtə aleyna bil əmr ve kunna nara liqarabatina min Rasulillah nasiba hatta fazat ayna Abi Bakr. Yani ki bu sözleri Ali aleyhisselam Ebu Bekir'e deyende Ebu Bekir'in gözünden yaş aktı. Eğer Ebu Bekir hak ehlidirse, hak onunla idirse, bu Ali aleyhisselam bu kelamları Ebu Bekir'e deyende ne için onun gözünden yaş akırdı? Ne için ağlayırdı? Bunlara göre bizim sünni kardeşlerimiz cevap verirler. Sahih Bukhari kitabında rivayet olunur ki Peygamber vefat ettikten sonra Fatıma-i Zehra Ebu Bekir'e müracaat etti ki atasının mirasını ondan alsın. Bu arada Sahih Bukhari'de El-Magazi kitabında Gazvet-i Xeyber babında nakl olunur ki فَأَبَا أَبُو بَكْرٍ أَنْ يَدْفَعَ إِلَى فَاطِمَةَ مِنْهَا شَيْئًا. Ebu Bekir Peygamber salavatıllah'ın mirasından Fatıma-i Zehra'ya bir şeyi vermeyi iba elədi, vermedi.
فوجدت فاطمة على أبي بكر في ذلك فهجرته فلم تكلمه حتى توفيت وعاشت بعد النبي 6 أشهر. Fatıma Zahra Abu Bakir'den yüz gönderdi ve onu danıştırmadı ta vefat edene kadar. Falam tukallimuhu hatta tuvuffiyat. Vefat edene kadar Hazreti Zahra Abu Bakir'i indirmedi. Ve aşet ba'dan Nabi sallallahu aleyhi ve aleyhi ve sellem 6 aşhurin. Peygamberden sonra 6 ay Fatıma Zahra yaşadı. Falamma tuvuffiyat dafanaha zavcuha Aliyun leylan. Fatıma Zahra ki vefat eyledi, onun zavcı yani onun Ali aleyhisselam onu defneledi gece, leylan. Velam yuzin biha Abu Bakir'in. Abu Bakir'e izin vermedi ki gelsin onun defnine iştirak edesin. Ve sallallahu aleyhi ona namaz kılsın. Ve Hazreti Aleyhisselam özü ona namaz kıldı. Bu rivayet Sahih Bukhari'nin Farzil Humus kitabında, ne demeli Farzil Humus babında da var. Farzil Humus kitabı 1. bab, yani ki Farzil Humus babı. Orada nakl olunur ki Fagazabat Fatimatu bintu Resulillah fahacarat Abu Bakir'in. Orada biraz ibaret başka cüredir. Der ki Fatıma Zahra peygamberin kızı gazaplandı Abu Bakir'e ve Abu Bakir'den yüz gönderdi. Halam tazal muhaciratahu hatta tuvfiyat. Vefat edene kadar ondan gedgeli kesti ve bu rivayet gösterir ki Fatıma Zahra Abu Bakir'e gazaplanıb. Fatıma Zahra gazaplanıb demek olar her kesi ki Fatıma Zahra'nı gazaplandırsa elə ki peygamberi gazaplandırıb. Ne için? Çünkü rivayet varımızdır Sahih Bukhari'de, Fazailu Sahabe kitabında Sahih Bukhari'de 12. babda 3714. hadiste nakl olunur ki Fatima'tu bazgatun minni. Peygamber bu ki Fatıma benim bedenimin parasıdır. Femen agzabaha agzabani. Kim onu gazaplandırsa sanki o beni gazaplandırıb. O bir rivayette de gösterir ki Fatıma Zahra'nı gazaplandıran Abu Bakir'di. Deməli Abu Bakir ilə ki peygamberi gazaplandırıb. Herkesi ki peygamberi gazaplandırıb öz cezasına çatacak hem dünyada hem ahirette. Bu sohbetimizde bir kısa şekilde Sünni aleminde Kur'an-ı Kerim'den sonra en mukaddes ve rivayetleri hamı tarafından şüphesiz şekilde kabul olunan Sahih Bukhari'nin bazı rivayetlerine nazar saldık. İndi ise Sahih Bukhari'de rivayet nakleden bir neçe ravinin hayatıyla tanışırlar. Aya bu rivayeti nakledenler kimlerdir? Sünni mənbələrində Peygamberin kelamlarını en çok nakleden rivayetçi Ebu Hureyre'dir. Onun Sünni mənbələrində 5347 rivayeti mevcuddur. Ebu Hureyre Peygamberin vefatından 3 yıl qabaq İslam dinini kabul etmiş, bir il neçə ay Peygamber salavatullah'ın kenarında olmuş, sonra ise Hazreti Peygamber salavatullah onu Bahreyn'e yollamıştır. Ve o Bahreyn'de yaşamıştır. Peygamber vefat edilende de o Bahreyn'deydi. Sahih Bukhari'de Ebu Hureyre'den 93 hadis nakl olunur. Ali aleyhisselam'dan ise yalnız 9 hadis nakl olunur. Ali aleyhisselam həmişə Peygamber salavatullah'ın kenarındaydı. Tüm döyüşlerde Hazreti Peygamber salavatullah'ın kenarında olup ve ilkin iman getirenlerdendir. Aya görürsen bunlar ne için Ali aleyhisselam'dan 9 tane hadis, ama Ebu Hureyre'den 93 tane hadis nakl edirlər. Buna göre bizim Sünni kardeşlerimiz cevap verir. Sahih Bukhari'nin diğer bir ravisi Haris İbni Osman'dır. Sünni alimi İbni Hacer Asqalani ki Şafii mezhebindedir, Tahsib kitabında qeydidir ki Haris İbni Osman her subh ve şam vakti Ali aleyhisselama 70 defa lanet deyərdi. Sebebini soruşanda ise derdi ki o bizim ata babalarımızı öldürübdü. Yani onların ata babaları kafir idi. Hazreti Aleyhisselam onları mesela Bedir muharebesinde öldürüb. Buna xatir Ali Aleyhisselam'a bu günde 70 defa lanet deyirdi. Yani təsəvvür edirsiniz. Haris ibn Osman ki Ali Aleyhisselam'ın düşmanıydı. Ali Aleyhisselam'a lanet deyirdi. Sahih Bukhari'de demek olar ki bunun rivayetleri mevcuddur. Həmçinin Sahih Bukhari'nin başka bir rivayet nakledeni İmam Hüseyin Aleyhisselam'ın katili Ömer Sa'd'dir. Ve bundan əlavə Sahih Bukhari'nin bir rivayetçisi de Vakib İğni Cerrah'dır ki çoxlu Sünni tarihçileri o cümleden Hatib-i Bağdadi Tarih-i Bağdad'da Ebu Yusuf
al-ma'rifatu va tarixda onun sharafxo'r olmasını naql edir. Sahih Buxorining asos rivoyatchilaridan biri de Abu Bakr'in kızı Peygamber sallallahu hayot yo'ldoshi Jamal muharibasida Ali alayhissalomga qarshi vuruşan Oyşe xonimdir. Ki Oyşe xonim borasida da Sahih Buxorining nazarini söyledik. Dedi ki Peygamber sallallahu ishora eyladi onun evine taraf. Dedi ki hunal fitne salasan 3 defa dedi ki bu fitne fasod yeridi ve haysu yatlum minhu qarnu şeytan. Şeytanın boynuzu bunun evinden çıkacaktır. Bu hemen Ayşe hanımdır ki en büyük ravidir bunlar için. Şayet Sahih Buxori ona göre sünni aleminde çok şöhret ve itibar kazanmıştır ki orada nakl olunan rivayetçilerin, ravilerin çoxu Ali aleyhisselama karşı çıkmış. Demek olar ki Ali aleyhisselamın düşmanlarıdır. Numune kimi qeyd edək ki At-Tahajjud kitabında Tahriz-i Nabi ala salatil leyl babında naql olunur ki Ali aleyhisselamdan naql olunur bu rivayet. Hazreti Ali aleyhisselam buyurur ki bir gece Peygamber salavatullah bizim kapımızı döydü. Fatıma da benimle evdeydi. Peygamber salavatullah bizi namaz kılmağa çağırdı. Ben dedim bizim ihtiyarımız Allah'ın elindedir. Eğer istese bizi uyadar namaza. Benim bu cevabımı Peygamber eşidende daha Peygamber hiçbir söz diyebilmedi. Sonralar eşittim ki Peygamber salavatullah dizine vurarak diyermiş. İnsanların çoxu bahaneli mübahiseye alatır. Yani Sahih Buxori'de bu rivayeti naql edirlər və məqsədlər budur ki, Hazreti Ali aleyhisselamın məqamı, mənzilətin, şərafatin aşağı indirsinlər. Yəni Peygamber getdi Ali aleyhisselamın qapısını döydü. Ali aleyhisselamı namaza çağırdı. Ali aleyhisselam Peygamberle getmədi namaza. Dedi Allah demək olar ki istəsə məni namaza qaldıracaqdır. Və Hazreti Peygamber de bundan çox narahat oldu. Dedi cemaat hamısı cədəl eləyir. Həmişə demək olar ki bahaneli mübahisə axtarır. Ali aleyhisselamın məqamını aşağı indirmək üçün edilmiş rivayətlərdir. Bu rivayətdə bildirilir ki Ali və Fatıma Zəhra namaza əhəmiyyət vermirdilər. Ali aleyhisselam hatta Peygamberin təklifini belə rədd edirdi. Bir halda ki Ali aleyhisselamın namazı Peygamberin namazını sahabaları xatırladırdı. Bu barədə Sahih Buxori'də Azan kitabında İtmam-ı Takbir-i Firruku babında naql olunur. İmran ibn Hasin deyir ki Salla ma Aliyyin bil Basra faqala zakkarana hazar raculu salatan kunna nusalliha ma Rasulillah. Deyir ki Hazreti Ali aleyhisselamla Basra'ya gedəndə bir namaz qıldıq. Hazreti Ali aleyhisselamın namazı Peygamber salavatullah'ın kıldığı namazı bize hatırlattı. Yani Ali aleyhisselam ile Peygamber salavatullah kimin namaz kılardı. Bütün bunlardan alava qeyd edək ki Sünni aleminde Sahih Buxori kitabına o derecede ishq muhabbet vardır ki hatta aydın şekilde Kur'an-ı Kerim'e aks olan rivayetleri de onlar sahih bilirler. Yani bu kitabdan çıkartmırlar. Mesela numune kimi qeyd edək ki Allah Tebarek ve Teala Kur'an-ı Kerim'de buyurur ki وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَى بَعْضٍ. Yani aydın şekilde bu ayet gösterir ki Allah öz peygamberlerinden bazılarından faziletli karar verir. İsra suresi 55. ayette ve Bakara suresinin 253. ayetinde buyurur ki Euzubillahimineşşeytanirracim Tilka rusulu fazzalna ba'dahum ala ba'z. Ben öz peygamberlerimden, rasullarımdan bazılarından faziletli karar vermişim. Bu Kur'an ayetidir. Sahih Buxori'de naql olunur ki Peygamber salavatullah buyurmuştur. La tufazzilu bayna enbiyaillah. Yani Allah'ın enbiyaları arasında fazilete kail olup demeyiz bu ondan üstündü, o bundan üstündü. Peygamberler hamısı beraberdi. Ama Kur'an-ı Kerim buyurdu ki وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَى بَعْضٍ. Bazı nabiler bazılarından afsaldi. Demek olar ki o rivayeti ki okuduğu Sahih Buxori'den ki peygamberler hamısı beraberdi. Sahih Buxori'de Ahadis-ül Enbiya kitabında 35. babdadır. Yani ve inna Yunus'a laminel mursalin.
babında 3414 hadisde. Bu gösterir ki tam şekilde Sahih Bukhari'de Kur'an-ı Kerim'den zidd olan rivayetler, hadisler mevcuttur ve Allah Tebarek ve Teala'nı şahit tuturam ki Sahih Bukhari'de elə rivayetler vardır ki insan onu oxumaqdan hayo eləyir. Və belə bir sifətləri peyğəmbərlərə ya Allah'a nisbət vermək demək olar ki, nə ağlı uyğun deyil, nə Qur'an-ı Kərimə uyğun deyil. Mən tövsiyə edirəm bütün Müslüman, bütün mümin qardaşlara ki, bir dəfə nəzər salsınlar, bu kitabları müqayisə eləsinlər. Şiə kitabları ilə sünni kitabların, Sahih Bukhari ilə məsələn Usul-i Kafini müqayisə eləsinlər. Bunda da Tevhid babı var, onda da baxsınlar, hələ görüm hansı biri demək olar ki, Qur'an-ı Kərimə və normal ağla uyğundur. Onlar peyğəmbəri necə tanıyır? Şiə qardaşlar necə tanıyır? Onlar Allah'ı necə tanıyır? Biz necə tanıyırıq? Həqiqəti uyğun olan əqidəyə malik olaq. Tahiyyatun lakum və rəhmətullahi və bərəkatuhu.